Mənim niyyətim yox ki, hamı məni başa düşsün. Hamı belə deyir ki, lap o ən savadsız adamdır səni başa düşsün. Məni o adamlar başa düşməlidir ki, onların əlində mənim düşüncələrimi həyata keçirmək rıçaqları olsun. Şair Qəzəlxan Arif Buzovnalı vəfat edib. O, noyabrın 22-sində səhər saatlarında yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Arif Buzovnalının 53 yaşı var idi. Hələ istəyirik sağ olsun, bir balaca özünə gəlsin, Türkiyəyə getmək planı vardı. Dillər stent var, burada qoyulacaq. Axşam biraz yaxşı hiss eləmədi, oksigen balonu təşkil elədik ki. Ona da sürətli nəfəs lazım idi ki, artıq bu havanı doyuzura bilmirdi, ağız yerə çatmırdı. Səhərə yaxın 7-də, 8-də keçindi. Tək Azərbaycan əruz sənəti üçün yox, ümumiyyətlə ədəbiyyatımız üçün, ədəbi mühitimiz üçün böyük itkidir. Çünki elə insanlar var ki, onları kimsə əvəz eləyə bilir, onların yerini kimsə verə bilir. Amma Arif Buzovnalı bizim elə sənətkarlardandır ki, uzun illər bu əruzun yükünü, hətta elə bir müddət var idi ki, tək çəkirdi. O sözün həqqi mənasında ziyalı idi. Yəni, geyimindən tutmuş, danışığına, mədəniyyətinə, savadına. Yəni, hansı rakursdan baxırsansa bax, Arif Buzovnalı mənim nəzərimdə bir ziyalı obrazında görünürdü. Arif Buzovnalı ustad sənətkarıdır. Artıq cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul olunan şair idi. Bizim klassik ənənələri, ədəbi ənənələri, poeziya ənənələrini yaşadan şair idi. Və o klassik, ruhani şeirin bir həlqəsi idi. Eyni zamanda qəzəl üçün xeyri yeniliklər eləmiş şair idi. Çox xoşbəxtəm ki, Arif müəllimlə tanış oldum. Onun gözün qabağında böyümüşəm. Demək olar. Bir küçədə olurduq hələ. İlk dəfədən, ta ilk qədəmimdən ədəbiyyatda son qədəmim üçün o idi. Azanın yanında ədəbiyyatla bağlı incəliklərə yiyələnmişik, öyrənmişik. Azı həm böyük şair olmaqla yanaşı, həm də ki, bir fiziolişünas idi, tədqiqatçı idi. Hər insana nəsib olmur ki, o həm şair olsun, həm tədqiqatçı olsun, həm fiziolişünas olsun, həm də ki, çox dəyərli bir insan olsun. Elə bilirəm ki, böyük bir boşluq oldu Azərbaycan ədəbiyyatı üçün. Çox sarsıldıq. Böyük adamlar, böyük kişilər gedəndə özündən sonra çox nəhəng bir boşluq qoyur. Çünki Arif müəllim bizim çağdaş əruz poeziyasının bayraqdarlarından idi. Onun itkisi bizim ədəbiyyatımız üçün, poeziyamız üçün çox böyük bir boşluq qoyacaq. Onun ən böyük məziyyətlərindən biri özündən sonra böyük bir tələbə ordusu yetişdirməyi idi. Arif bir vərgi idi, ilahi bir vərgi idi ya. Qeyri-adi bir istedadın sahibi idi. Çox gözəl insandı, əxlaqlı insan idi, maarifpərvər idi. Gəncləri yığardı başına, hər həftə dərs keçirdi onlarla. Ələlxüsus gəncləri qabağa çəkirdi, istedadları.